Salam əziz şagirdlər, hörmətli müəllimlər. Yenilənmiş fizika dim test toplusuna yeni məsələlər daxil edilib. Bu məsələlər çox güman ki, imtahanda da qarşınıza çıxacaq. Çevrə üzrə hərəkətdə görüş məsələlərinin ümumi şəkildə izahını verəcəm bu videoda. Dim test toplusunda nisbətən asan məsələlərdir, amma MIQ və sertifikasiya imtahanlarında bu tip məsələlərin çətin tipləri ilə rastlaşa bilərsiniz. Bunun üçün görüş məsələlərini asandan çətinə doğru bir dəfəlik kökündən həll edəcəyik. Gəlin başlayaq. Deməli, birinci şərtimizdə bizdə çevrə üzrə bərabər sürətli hərəkətdə görüş məsələlərində birinci şərtdə deyir ki, cisimlər eyni nöqtədən eyni istiqamətdə hərəkət edir. Yəni, baxın, burada şəkil olaraq çəkmişəm. Cisimlər başlayır, baxın, eyni nöqtədən deyək ki, buradan və eyni istiqamətdə hər ikisi hərəkət edirlər. Burada ilk öncə biz nisbi yol anlayışından istifadə eləməliyik. Nisbi yol, deməli, biz nisbi yol deyəndə nə nəzərdə tuturuq? Baxın, nisbi sürət nə idi? Yəni, biz nisbi sürəti keçəndə, yəni, məsələn, deyirik ki, ikincinin birinciyə nəzərən nisbi sürəti eyni istiqamətli hərəkətdirsə, ikincidən birincinin sürətini çıxırdıq. Məsələn, deyək ki, birincinin sürəti V1 3 olsun, ikincinin sürəti olsun 5. Bu zaman biz nə edirdik? 5-dən 3-ü çıxırıq, qalır 2 metr böl saniyə. Bu nisbi sürət nə deməkdir? Yəni, biz burada deməli, birincinin sürətini, baxın bunu, 0 qəbul eləsək, ikinci birincidən hər saniyə nə qədər uzaqlaşır? 2 metr uzaqlaşır. Baxın, nisbi sürət budur. İndi nisbi yol deyəndə də biz birincinin sürətini 0 qəbul eləyiriksə, baxın, bu cisim dayanıb deyək ki, burada. Onda ikinci birinciyə çatmaq üçün nə qədər məsafə qət etməlidir? Baxın, çevrənin uzunluğu qədər məsafə qət etməlidir. Yəni, burada nisbi yol deyəndə biz birinin sürətini 0 qəbul eləyib, ikincinin birinciyə çatması üçün lazım olan yolu götürürük. Bu olur bizdə nisbi yol. Deməli, burada cisimlər hər ikisi eyni istiqamətdə hərəkətə başlayır. Nisbi yol deyəndə bunların görüşməsi üçün ikinci nə qədər yol getməlidir? Təbii ki, birincinin sürətini 0 qəbul eləyirik. Əslində, 0 qəbul eləyirik deyəndə, yəni nisbi sürəti tapırıq buradan. Ona görə birincinin sürəti sanki düşünürük ki, 0-dır. Deməli, çevrənin uzunluğu qədər yol getməlidir. Onda deməli, nisbi yol burada olacaq 2πr. İndi görüş müddətini tapmaq istəyirəm. Təbii ki, t bərabərdir s bölünsün v düsturuna əsasən. Burada görüş müddətini tapanda, deməli, biz nisbi yolu bölməliyik nisbi sürətə. Nisbi yolumuz 2πr-dir. Bölürük nisbi sürət. Eyni istiqamətli hərəkətdə nisbi sürəti tapanda biz dedik ki, nə edirik? Sürətləri bir-birindən çıxırıq. Ona görə nisbi sürət V1 çıxılsın V2 olacaq. Daha sonra burada biz V-nin, sürətin düsturlarını nəzərə alarıq. Düsturları bilirik. 2πr bölünsün t, 2πrn, omega r. Yəni, biz bu düsturlardan nə zaman istifadə edirik? Ola bilər ki, bizə cismin sürəti verilməz. Məsələn, cisimlərin periodları verilər. Və yaxud da cisimlərin tezliyi verilər, bucaq sürəti verilər və bizdən görüş müddətini istəyər. Bu zaman artıq yenə nisbi sürətin düsturundan, bir də nisbi yoldan istifadə edərək biz görüş müddətini yazırıq. T bərabərdir S nisbi bölünsün V nisbi. Eyni istiqamətli hərəkət olduğu üçün S nisbi bölünsün V1 çıxılsın V2. Çünki eyni istiqamətli hərəkətdə nisbi sürət V1 çıxılsın V2 düsturu ilə tapılır. İndi biz dedik ki, cisimlər hər ikisi yenə eyni koordinatdan başlayır, eyni nöqtədən başlayırlar və bunlar arasındakı məsafə, yəni nisbi yol 2πr-dir. İndi sürət verilməyib mənə. Ona görə də sürətin yerinə
period olan düsturun yazıram. Yəni periodlar məlumdur mənə. Cisimlərin dövr etmə periodları. 2 pi r bölünsün T1. V1-in yerinə yazırıq. 2 pi r bölünsün T2, V2-nin yerinə yazırıq. Buradan 2 pi r'lər ixtisar gedir. Qalır 1 bölünsün. 1 bölünsün T1 çıxılsın. 1 bölünsün T2. Buradan da biz, baxın, bu sadə bir ifadəni ala bilərik. Deməli, əgər çevrə üzrə bərabər sürətlə hərəkətdə bizə sürətləri yox, cisimlərin periodlarını versə, görüş müddətini biz, baxın, T1 vurulsun T2, bölünsün T2 çıxılsın T1 düsturu ilə hesablaya bilərik. Və yaxud da analoji olaraq, məsələn, bizə tezlik verilərsə, yenə həmən düsturda V1 və V2-nin yerinə sürətin tezliklə olan düsturunu, ifadəsini gətirib yazırıq. 2 pi r n1 və 2 pi r n2 yazırıq. Yenə burada 2 pi r'ləri biz aşağıda məxrəcdə ortaq vuruq kimi mötərizənin xaricinə çıxarsaq 2 pi r'lər ixtisar gedəcək və qalacaq 1 bölünsün n1 çıxılsın n2. Məsələn, bucaq sürətləri verilərsə, yenə V1-in yerinə omega 1 r yazırıq, V2-nin yerinə omega 2 r yazırıq və buradan r-lər ixtisar gedir. Onda görüş müddəti üçün, baxın, bu düsturu almış oluruq. İndi DİM test toplusunda deməli, belə bir məsələ var. 2025 test toplusudur bu, yeni salınıb bu məsələ. Deməli, radiusu 20 metr olan çevrənin K nöqtəsindən iki cisim eyni anda və eyni istiqamətdə V1 bərabərdir 5 metr böl saniyə, V2 bərabərdir 2 metr böl saniyə sürətlə keçirlər. Cisimlər ilk dəfə neçə saniyədən sonra görüşər? Deməli, görüşmə müddətini soruşur və cisimlərin hər ikisi eyni nöqtədən hərəkətə başlayıblar. Deməli, onda biz burada nisbi sürəti tapanda nə etməliyik? Nisbi sürət bərabərdir V1 çıxılsın V2-dir. Və nisbi yol nədir? Nisbi yol, sanki burada, məsələn, ikincinin sürətini 0 qəbul eləsək, birinci ikincidən nisbi sürət ilə uzaqlaşır. Bunu deyə bilərik. Deməli, onda birinci ikinciyə çatması üçün nə qədər yol getməlidir? Baxın, çevrənin uzunluğu qədər yol getməlidir. Onda verilənləri yazırıq. Deməli, r-imiz 20 metrdir. V1 5 metr böl saniyədir. V2 2 metr böl saniyədir. Pini də 3 verib və görüş müddətini soruşur. Deməli, yenə deyirik. S nisbi burada hansı məsafə oldu? Çevrənin uzunluğu oldu. 2 pi r bölünsün V1 çıxılsın V2. Verilənləri gətirib yerinə yazırıq. 2 vurulsun 3 vurulsun 20, yəni radius 20-dir. Aşağıda da nisbi sürət 5 çıxılsın 2. Buradan da cavabımızı 40 saniyə tapmış olarıq. Cavab A variantı. Növbəti məsələyə baxaq. İndi cisimlər eyni nöqtədən artıq əks istiqamətdə hərəkətə başlayırlar. Bu zaman cisimlər əks istiqamətdə hərəkət eləyirsə, biz artıq nisbi sürətin tapılmasını bildik. Deməli, əks istiqamətdə hərəkətdə nisbi sürəti taparkən, sürətləri biz toplamalıyıq. Əla. İndi deməli, məsələn, burada mən birincinin sürətini 0 qəbul eləsəm, onda ikinci hansı sürətlə, yəni birinciyə nəzərən, hansı sürətlə hərəkət eləmiş olacaq? Nisbi sürətlə. Deməli, burada biz nisbi sürəti bildik. İndi nisbi yola baxaq. Təbii ki, birincinin sürəti 0 qəbul olunubsa və nisbi sürət tapılıbsa, yəni nisbi əslində 0 qəbul olunmur, yenə təkrar edirəm, yəni nisbi sürəti tapmaq, yəni bunun fiziki mahiyyəti bundan ibarətdir ki, burada birincinin sürətini 0 düşünsək, ikinci birincidən hər saniyə nisbi sürət qədər uzaqlaşır. Yəni nisbi sürət, ikincinin sürətini biz artıq onda V nisbi qəbul eləyə bilərik. Yəni bu deməkdir. Deməli, onda burada artıq cisim nə qədər yenə yol getməlidir? Yenə çevrənin uzunluğu qədər yol getməlidir ki, bu cisimlər görüşsünlər.
Deməli, onda yenə yazırıq görüş müddəti üçün. T bərabərdir S nisbi bölünsün V nisbi və nisbi yol çevrənin uzunluğudur. Nisbi sürət də artıq eyni əks istiqamətli hərəkət olduğundan sürətləri biz toplayırıq. Baxın, bu cür tapacağıq. Yenə analoji olaraq, əgər bizə sürət yox, period, tezlik, bucaq sürəti verilirsə, onda artıq sürətlərin yerində biz periodla, tezliklə və bucaq sürəti ilə olan ifadələri yazmalıyıq. Baxın, burada V1-in yerinə yenə 2 pi r bölünsün T1 yazmışam, V2-nin yerinə 2 pi r bölünsün T2 yazmışıq. Və buradan da deməli, düsturumuz alınır, bax bu şəkildə. Yox, əgər tezlik verilərsə, onda biz burada V1-in yerinə 2 pi r n1 yazarıq, üstə gələk. V2-nin də yerinə 2 pi r n2 yazarıq və düsturumuz ən sonda, baxın, bu şəkildə olacaq. Və yaxud da sürətlərin yerinə biz V bərabərdir, dedik ki, omega r-dir. Gətirib bunu nəzərə alsaq, onda ən sonda düsturumuz, görüş müddəti üçün olan düsturumuz, baxın, bu şəkildə olacaq. Deməli, indi növbəti bir məsələyə baxaq, dim test toplusundan. Burada deyir, radiusu 50 sm olan çevrənin K nöqtəsindən iki cisim eyni anda əks istiqamətlərdə V1 bərabərdir 2 metr böl saniyə, V2 bərabərdir 1 metr böl saniyə sürətlə keçirlər. Cisimlər ilk dəfə neçə saniyədən sonra görüşəcəklər? Baxın, hər iki cisim başlayır buradan K nöqtəsindən. V1 sürəti ilə, baxın, bu sadə əqrəb istiqamətində, bu da V2 sürəti ilə ikinci cisim sadə əqrəbinin əks istiqamətdə hərəkət edir. Yenə nisbi sürət nə idi dedik? Nisbi sürət artıq əks istiqamətli hərəkətdə biz sürətləri toplamalıyıq. Və alınan yol, yəni nisbi görüşənə qədər alınan yol nisbi yoldur. Yəni biz birincinin məsələn sürətini 0 qəbul eləsək, ikinci birinciyə çatana qədər nə qədər məsafə qət etməlidir? Təbii ki, çevrənin uzunluğu qədər məsafə qət etməlidir. Onda olacaq bu da 2 pi r. Görüş müddətini tapmaq üçün nə edirik? T-ni tapmaq üçün S nisbini bölməliyik V nisbiyə. Deməli, nisbi yol 2 pi r, aşağıda da sürətləri topladıq və cavabımızı 1 saniyə almış olduq. Deməli, cisimlər 1 saniyə sonra görüşəcəklər. İndi daha da məsələni biraz qəlizləşdirək. Yəni, necə qəlizləşdirmək? Artıq cisimlər eyni nöqtədən yox, müxtəlif nöqtələrdən hərəkətə başlayırlar. İstər eyni istiqamətli hərəkət olsun, istər əks istiqamətli hərəkət olsun. Artıq bu məsələlərdən test toplusunda yoxdur, amma müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında bu tip məsələlərlə rastlaşa bilərik. Deməli, burada üçüncü halımız cisimlər müxtəlif nöqtələrdə indi eyni istiqamətdən hərəkətə başlayır və biz qəbul eləyək ki, V1 sürəti V2 sürətindən böyükdür. Görürük ki, V1 arxada qalıb, V2 isə qarşıdadır. Yəni, V1 ilə V2 cisminin görüşməsi üçün nə qədər məsafə qət olunmalıdır? Baxın, arada qalan, baxın, bu məsafəni cisim getməlidir ki, onda bu cisimlər görüşsünlər. Deməli, bu eyni istiqamətli hərəkətdir. Yenə biz, məsələn, burada V2-yə 0 desək, onda V1 hər saniyədə nisbi sürət qədər, belə deyək, cismə yaxınlaşır. Burada nisbi sürəti tapanda yenə eyni istiqamətli hərəkətdir. Biz nə etməliyik? V1-dən çıxmalıyıq V2-ni. Eyni istiqamətli hərəkətdir. İndi bu məsafəni, bu məsafəyə biz nisbi yol deyəcəyik. Bu məsafəni biz necə tapaq? Bu məsafəni tapmaq üçün nə edirik? Deməli, baxın, çevrənin ümumi uzunluğu 2 pi r-dir, bilirik. Əgər cisim A nöqtəsindən B nöqtəsinə bu yolun uzunluğunu daha doğrusu tapmaq istəyiriksə, yəni A-dan B-yə olan məsafəni tapmaq istəyiriksə, radius vektoru arasında qalan bir bucaq olsun. Məsələn, deyək ki, bura 60 dərəcədir. Deməli, mən buradan AB hissəsini, AB məsafəsini tapmaq istəyirəm. Çevrənin hansı hissəsidir bu?
Yəni ümumi çevrə 360 dərəcədir, düzdürmü? Amma mən burada AB-ni tapmaq istəyirəm. Ona görə bu çevrənin hansı hissəsi olar? Deməli biz nə edirik onda? Göstərilən bucağı 60 dərəcəni bölürük 360-a. Çevrənin hansı hissəsidir onu tapaq. Bu olur çevrənin 6da 1 hissəsi. Onda deməli 6da 1-dirsə, tam çevrə 2 pi yerdirsə, onda 6da 1-ini tapmaq üçün nə etməliyəm? 2 pi yeri vurmalıyam 6da 1-ə. Deməli buradan nisbi yolu da biz tapmaq üçün 2 pi yeri vurmalıyıq fi bölünsün 60-a. Fi həmən baxın bu dönmə bucağıdır. Deməli nisbi yolu tapdıq, nisbi sürəti bilirik. Artıq biz görüş müddətini tapa bilərik. Yenə S nisbi bölünsün V nisbi. S nisbi 2 pi yer vurulsun fi bölünsün 360. Nisbi sürətdə V1 çıxılsın, V2 oldu. Burada da digər məsələlər kimi V-ni 2 pi yer qəbul edib, gətirib yerinə yazıb, baxın bu düsturu alırıq, periodlarla olan düsturu. Daha sonra V-nin yerinə 2 pi yerin yazırıq, baxın bu düsturu almış oluruq, tezliklərlə olan düstur. V-nin yerinə omega R-i yazırıq, baxın bu düsturu almış oluruq. Görüş müddəti düsturlarıdır bunlar. Yəni elə ola bilər ki, məsələdə bizə sürətlər verilməz və tezlik, period, bucaq sürəti verilər. Onda biz bu düsturlardan istifadə edərək görüş müddətlərini tapa bilərik. İndi 4-cü halımıza baxaq. Burada deyilir ki, cisimlər müxtəlif nöqtələrdən eyni istiqamətdə hərəkət edirlər. Və yenə şərtimiz nədir? İndi şərtimizi bizim bu cür verib. V1 kiçikdir V2-dən. Yəni baxın, V2 artıq qarşıda gedəndir. Baxın, V2 qarşıda gedəndir, V1 arxada gələndir. İndi mən V1-in sürətinə 0 desəm, sanki V2 hansı sürətlə V1-dən uzaqlaşmış olur? Təbii ki, yenə nisbi sürətlə uzaqlaşmış olur və nisbi sürət də artıq biz bildik ki, sürətlərin fərqidir burada. Eyni istiqamətli hərəkət olduğu üçün. Yaxşı, V2 V1-dən nisbi sürət qədər uzaqlaşır və V1-ə çatmaq üçün baxın, hansı yolu getməlidir? Baxın, buradakı bu qövsün uzunluğu qədər yol getməlidir. Buna biz deyirik nisbi yol. İndi gəlin bu yolu tapaq. Bu yolu tapmaq üçün nə etməliyik biz? Çevrənin ümumi uzunluğu 2 pi yerdir. 2 pi yerdən baxın, çıxmalıyıq bu məsafəni, bax buranı. Buranı çıxsaq, yerdə qalan baxın bu məsafə bizə nisbi yolu vermiş olacaq. Deməli 2 pi yer çıxılsın. Bu məsafəni də biz neçə tapdıq? 2 pi yer vurulsun fi bölünsün 60. Baxın, məsafə artıq tam çevrə 2 pi yerdir. Amma bu məsafə isə 2 pi yerin hansı hissəsidir? Fi bölünsün 60 hissəsidir. Deməli biz bu məsafəni tapmaq üçün 2 pi yeri vurmalıyıq. Fi bölünsün 360-a. Buradan da nisbi yolu tapmış oluruq. 2 pi yer mötərizədə 1 çıxılsın, fi bölünsün 360. İndi görüş müddətini tapırıq. Görüş müddəti yenə T bərabərdir. S nisbi bölünsün V nisbidir. S nisbini artıq tapmışıq. Baxın burada gətirib yerinə qoyuruq. Nisbi sürət də eyni istiqamətli hərəkət olduğundan V2 çıxılsın V1 olacaq. Yenə artıq burada əvvəlki hallarda olduğu kimi sürətin yerinə 2 pi yer T qoya bilərik, 2 pi N qoya bilərik və omega R qoya bilərik. Burada da görüş müddəti üçün birinci periodlar verilərsə, görüş müddəti üçün baxın bu düsturu almış olarıq. Özünüz də tapa bilərsiniz. Baxın burada da yazmışam onsuz da hər birini. Əgər tezliklər verilərsə, sürətlərin yerinə 2 pi N yazırıq və baxın tezliklərdən olan düsturu almış oluruq. Omega bucaq sürəti ilə verilərsə, yəni sürətləri yox, omega bucaq sürətləri verilirsə cisimlərin, o zaman V2 və V1-in yerinə omega R yazırıq və baxın ümumi bu düsturu almış oluruq. İndi növbəti halımıza baxaq biz. Cisimlər müxtəlif nöqtələrdən başlayaraq bu səfər əks istiqamətlərdə hərəkət edirlər. İndi baxın, əks istiqamətdə hərəkətdə biz nisbi sürət bilirik ki, V nisbi, sürətlər neyinirdik ki, toplayırdıq.
V1 üstə gələk V2. İndi mən burada deyirəm ki, nisbi sürət nə idi? Məsələn, mən birinin sürətini 0 düşünsəm, ikinci cisim birinciyə hansı sürətlə yaxınlaşır? Nisbi sürətlə yaxınlaşır. Onda bunlar arasındakı nisbi məsafə, daha doğrusu nisbi yol neçə olacaq? Baxın, bu məsafə olmalıdır. Çünki ikinci birinciyə çatması üçün, birinci dayanıb burada. Çatması üçün nə qədər yol gedir? Baxın, çevrənin baxın bu qövsü qədər yol gedir. Burada da artıq əvvəlki halımızda tapmışdıq. Biz bu məsafəni tapmaq üçün nə edərik? Bu məsafəni tapmaq üçün deməli, ümumi pi yerdən, yəni çevrənin uzunluğundan, baxın, bu hissəni çıxmalıyıq. Onda 2 pi yer çıxılsın, 2 pi r vurulsun, fi bölünsün, 360'ı çıxırıq. Nisbi yol üçün, baxın, düsturu almış olduq. Nisbi yolun düsturunu aldıqsa, görüş müddəti nisbi yol bölünsün, nisbi sürətdir. Nisbi yolun düsturunu yazdıq buradan. Əks istiqamətli hərəkət olduğu üçün də sürətləri burada topladıq. Bu da bizim sonuncu hal idi. Yəni, burada əsas məsələ nədir? Əsas məsələ nisbi yolu tapıb, daha sonra nisbi sürətə bölmək. Nisbi yolu da dedik. Nisbi yol odur ki, məsələn, birincini biz sürətini 0 qəbul edirik. İkinci, birinciyə çatması üçün hansı yolu getməlidirsə, ona biz deyəcəyik nisbi yol. Belə əziz şagirdlər, hörmətli müəllimlər, bu izah da bura qədər. Ümid edirəm ki, sizin üçün faydalı olar. Əgər dəstək olmaq istəyərdinizsə, kanalı paylaşın, bəyənin və abunə olun. Sağ olun, gələn izahlarda görüşənədək.